qəlyan çəkmək, alimlər deyirlər ki, haramdır. Nəyə görə haramdır? Siqaretlə bağlı olan zikr edilən bütün illətlər, səbəblər eyni zamanda deyirlər qəlyan üstündə keçərlidir. Hətta insan biraz araşdırdığı zaman görür ki, qəlyanın ziyanı siqaretin ziyanından daha çoxdur. Yəni, belə olduğu halda bir insan necə deyə bilər ki, siqaret haramdır, amma qəlyan isə haram deyil. Yəni, ona görə siqaret çəkmək də, qəlyan çəkmək də bunlar haramdır və müsəlman insan bundan çəkinməlidir. Sadəcə qəlyanla siqareti fərqləndirən şey odur ki, siqaret insanda bağımlılıq yaradır. Qəlyan da bağımlılıq yaradır, amma bu qədər yaratmır. Yəni, siqaret qədər bir bağımlılıq yaratmır, amma qəlyan çəkmək də insanı, hətta alimlər fərqli bir yerdən də yaxınlaşıblar. Qəlyan çəkən insanların son etibarla gedəcəkləri yer yenə siqaretdir. Yəni, bir müsəlman insan, yəni, niyə tüstü göyə buraxmağı özünə bir şey bilər? Yəni, məsələn, oturur çayxanada, o ona verir tüstünü, bu buna verir tüstünü. Yəni, biz buna şahid də olmuşuq. Yəni, baxırsan, müsəlman toplumdur, oturub orada, vallahi, sümmə Allah dediyimə şahiddir, əqidə mövzusu müzakirə edirlər. Əqidə mövzusu müzakirə edirlər, əllərində siqaret, daha doğrusu əllərində qəlyan. Əllərində qəlyan bu tüstünü buraxır, buna verir, elə bir mikrofon verirlər bir-birlərinə, bu tüstülüyür, buna verir, o tüstülüyür, bu birisinə verir. Bu, həqiqətən acınacaqlı bir haldır. Xüsusən də zahiri olan, İslam üzərində görünən insanlar üçün ayıb olacaq bir şeydir. Dediyim kimi, bu tövhid əhlinə yaraşacaq bir şey deyil. Tövhid əhlinin edə biləcəyi bir şey deyil ki, zaten insan dediyim kimi, onu çəkdiyi zaman mütləq, yəni niyə bir insan tüstü buraxsın? Mütləq onu apardığı bir şey var. Ondan almış olduğu dünyavi bir ləzzət var və sonuç ikinci bir aşama nədir? Daha böyük bir günah aparmaq. Necə bayaq dərsdə nə dedik? Kiçik şeylər böyük şeylərin müqəddiməsidir. İnsan buradan başlayır, onun üçün bütün günahlar adiləşir. Qəlyan, sonra musiqili məkanlar, siqaretlər və s. hamısı bir-birinin qapısını açır. Ən son adam baxır ki, həlak olmaq üzrədir. Ona görə alimlər siqaretin illəti nədirsə, qəlyan çəkməyin də illəti odur. Hətta qəlyan çəkmək siqaret çəkməkdən daha zərərlidir. Ona görə qəlyan çəkmək də haram olan işlərdəndir. Onu istifadə edən qarşı münasibət necə olmalıdır? Onu istifadə edən... Məsələn, qardaş da dəvət edirsən. Bunu çəkən müsəlmana qarşı, yəni, o müsəlmanın halını dəyərləndirmək lazımdır. Bu adamın halı necə bir haldır? Zəif müsəlmandır, güclü müsəlmandır. Yəni, bəlkə saqqallı, isbalı yerində. Yox, fərq etmir. Yəni, saqqal insanın imanını güclü etməz. Məsələ nədir? Həmin o müsəlmanın, məsələn, müsəlmanlar ona bu əməlindən dolayı buğz eləyib, ondan uzaqlaşsalar bir müddət. O, özünü islah eləyəcək, ona təsir eləyəcək. Yəni, mən nə hala düşdüm ki, müsəlmanlar məndən uzaqlaşdı deyib, müsəlmanların yanına gəlib, mən tərk etdim o əməli deyəcəksə, müsəlmanlar qərar verib. Yəni, bir şəxsin, bir fərdin verəcəyi qərar deyil. Yəni, mən bundan salamı kəsdim, edə biləcəyi bir şey deyil. Müsəlmanlar, ağlı başında olan müsəlmanlar, onu tanıyanlar qərar verir, ondan uzaqlaşırlar, ondan salamı kəsirlər, ta ki, o islah olana qədər. Əgər yox, baxdınız ki, fayda deyil, məsələn, ondan bu əməlinə görə siqaretdən dolayı adamdan salamı kəssəz, o uzaqlaşsaz, adam daha bərbad yerə gedəcək. Bu səfər gedib cahillərlə oturub duracaq, bu səfər gedəcək fərqli insanlarla oturub duracaqsa, o zaman şeyxlərdən birinin dediyi kimi əməl eləyənə qədər nəsiyyət eləyəcək. Əməl eləyənə qədər ona nəsiyyət eləyəcək. Gördüyümüz ortamda, əlində gördüyümüz zaman, yəni, və onu çəkindirəcək, yəni öz məclisimizdə gəlib elə bir ortam olmamalı ki, adam gəlsin siqaret paçkasını müsəlmanların ortasına qoysun. Yəni, elə bir ortama gətirib olmamalı ki, müsəlman adam götürsün, müsəlmanların arasında siqaret çəksin. Yəni, bu acizliyi də göstərmək olmalı. Və təəssüflər olsun, mən, qardaşlar bilirlər, təsəvvür elə ki, İslamdan sonra siqareti atıb 10 il, 15 il müsəlman olub, bu İslam həyatını yaşadıqdan sonra, bu yaxın zamanlarda siqaretə başlayan insanlara şahid oluruq. Təsəvvür elə bunun, bu necə acınacaqlı bir haldır. Yəni, nəyə bənzəyir? Bunları belə şeylər görəndə insan Allah Rasulü Aleyhisselatü Vesselamın hədisini xatırlayır ki, küfürdən sonra insanı, imandan sonra insanın küfrə dönməsi necə çirkin bir şeydir. Yəni, insanın o imandan sonra o fısqa dönməsi də eləcə çirkin olan bir şeydir. Təsəvvür elə adam iman gətirir, Allah üçün günahları tərk edir, amma günün birində gəlir ki, başlayır. Səbəb nədir? Kiçik şeylər böyük şeylərin müqəddiməsidir. Yəni, o qəlyana biraz xəfif baxdı, qəlyandan bir şey olmaz dedi, nə bilim, oturdu sayxana ortamında, biri siqaret çəkəndə içində bir təpki olmadı. Belə yavaş-yavaş baxdın ki, hamısı bərabərdə həlak oldular və bu insanlar qiyamət günü bir-birlərinə düşmən olacaqlar. Necə Allah Azza və Cəllə buyurur ki, o gün dostlar bir-birinə düşmən olacaqlar. Hansı dostlardır? O günah eləyəndə o da susur. O günah eləyəndə o heç bir təpki göstərmir. O günah eləyir, mənim üçün adiləşir. Hətta Allah Azza və Cəllə İsrail oğullarına bundan dolayı lənət eləyir. Təsəvvür elə, səbəblərdən birisi budur. Nə edirdilər onlar? Biri birində günah görəndə nəsiyyət eləyərdi. O əməl etmədiyi zaman
Səhərsi gün yenə bir arada oturardılar, yeyərdilər, istərdilər. Bu bunları bir-birindən ayırmazdı. Yəni günahlar insanda adiləşməyə başladığı zaman, biz taviz verməyə başladığımız zaman, əybə yox, çəkir. Yəni sən bir müsəlmanın cibindən siqaret paskasını çıxardıb öz masana qoymağına taviz verdinsə, sən çox şeyə taviz verəcəksən. Müsəlman insan bu kimi hallarda taviz verməməlidir. Allaha asilik edildiyini gördüyüm. Çünki adam sənin Rəbbinə asilik edir. Adam sənin Rəbbinə asilik edir. Mərhəmət göstərə bilərsən, onu qurtarmaq istəyə bilərsən, amma açıq-aşkar etdiyi şeylərə də taviz verməyəcəksən. O siqareti götür cebinə qoy. Cebinə qoyduqdan sonra indi gəl otur bizim yanımızda. Allahdan qorx. Ondan sonra yumşaq-yumşaq adama nəsihət eləyə bilərsən, amma açıq-aşkarda Allaha asilik etməsinə taviz verməyəcəksən. Digər günahlara da aiddir. Məsələn, nə qardaşlar ki, nə qızına, nə yoldaşına görə belə deyək də söyüş yanaşır, yəni necə söyüş, yəni nə hicabı deyirsən, hicabı əmr elə, hicab ya əmr edir və yaxud nəsə də ya söyüş yanaşır. Başa düşdüm. Yəni ona qarşı da eyni, məsələn, yoldaşlıq elədiyin adamdır, deyirsə, dəvət etsin, görürsən ki, düzəlmə doğru getmir, yəni ona qarşı münasibət sərt olur. Bəli. Nə qədər ki, özü əziyyət çəksə də belə, baxırsan ki, sərtlik göstərirsən, baxırsan ki, o sərtlikdən dolayı əziyyət çəkir həmən qardaş. Özü də bilir ki, ona görə. Başa düşdüm. Yəni, fayda olduğunu düşünürsünüzsə, eləyə bilərsiniz. Amma bir fərd olaraq yox. Müslüman bir toplum olaraq bu qərara gəlinib edilə bilər. Amma bir fərd olaraq yox. Çünki umuminin verdiyi Allah Azza və Cəllə nədir? Onların işləri öz aralarında istişarə iləndir. Yəni, istişarə edib ondan sonra bir əməl etmək lazımdır. İstişarə edilmədən edilən bütün işlər xeyir gətirmir.